Değerli izləyicilərimiz, hər vaxt seyir olsun. Ekrana yaxın əyləşin. Bu günlərim mən sizə hamımızın şəxsiyyətinə, insanlığına hörmət etdiyimiz bizim dəyərli qardaşımız, eyni zamanda kollektivimizin vuran ürəyi Ramil Qaryağdıoğlu'nun bu günlərim 44 yaşı tamam olur. Bu münasibəti ilə biz kollektivimiz adından, eyni zamanda bizim dəyərli dostlarımız adından Ramil bəyi 44 yaş münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Ona həyat yollarında, eyni zamanda iş yollarında müvəffəqiyyətlər arzulayırıq. Arzu edirik ki, hər şey ürəyi istədiyi kimi olsun. Ramil bəy haqqında çox şeylər danışmaq olar, dəyərli izləyicilərimiz. Bircə onu deyə bilərəm ki, Qarabağ müharibəsi, yəni 92-ci ildə Qarabağ müharibəsi başlanan zaman Ramil Qaryağdıoğlu demək olar ki 13-14 yaşında bir gənc idi və gənc olduğuna baxmayaraq bu adam əsgərlərimizə eyni zamanda orada gedən müharibədə iştirak etməsə də, adı getməsə də, ancaq onların yanında olmuş, onlara silah-sursatın daşınmasında köməklik eləmişdi. Polis ailəsində dünyaya göz açan Ramilin özü də uzun illər polis əməkdaşı kimi fəaliyyət göstərib. Bugün də onun övladı da elə polis akademiyasında təhsil alır. Elə buradan onu da salamlayıram. Biz də kollektivimiz adından Ramil bəyi çox istəyirik, onu deyək. Ona yenə deyirəm, bu həyat yolunda gözəl günlər arzulayırıq. Ramil bəy bizim ürəyimizdir. Nəzərinizə çatdırım ki, məhz bu videonu çəkməkdə bizim məqsədimiz bir balaca da olsa Ramil bəyin təbrikinə şərik olmaq idi. Ramil bəy haqqında gözəl bir süjet hazırlayıblar. Gəlin Zəhra xanımın hazırladığı süjetə birlikdə baxaq. Bugün ömrünün 44-cü baharına qədəm qoyan Məmmədov Ramil Qaryağdıoğlu'nun həyat yolu həm zəhmətlə, həm də fədakarlıqla doludur. 1981-ci ilin 28 sentyabrında Ağdam rayonunun Evoğlu kəndində dünyaya göz açan Ramil bəy gənclik illərindən cəsarəti və vətənpərvərliyi ilə seçilib. Daha 14 yaşında olarkən döyüş meydanlarında igidlik göstərməsi onun gücü ürəkli və torpağına bağlı bir insan olduğunun sübutudur. Keçmiş polis işçisi kimi dövlət qulluğunda xidmət edən, 2009-cu ildən etibarən mətbuat sahəsində peşəkarlığı ilə tanınan Ramil bəy müxtəlif qəzetlərdə redaktor və baş redaktor kimi fəaliyyət göstərib. Hazırda Kanal 21-in inzibati məsələlər üzrə müavini olaraq çalışır və jurnalistika sahəsindəki təcrübəsini bu platformada da uğurla davam etdirir. Onun qələminə məxsus 4200-dən artıq məqalə ictimaiyyət tərəfindən maraqlı oxunub. Qızıl qələm mükafatı da onun əməyinin və yaradıcılıq bacarığının ən parlaq təsdiqidir. Amma onu digərlərindən fərqləndirən təkcə mükafatlar deyil, əslində onun vətən sevgisi, ədalətə bağlılığı və insanlara olan səmimiyyəti onu dəyərli bir şəxsiyyət kimi tanıdır. Ramil bəy həm peşəkar, həm də insan kimi hər kəsin hörmətini qazanıb. Bugün onun 44 yaşı tamam olur və biz ona möhkəm can sağlığı, uzun ömür, qələminin daim iti, yolunun daim işıqlı olmasını arzulayırıq. Vətənini sevən, qələmi ilə həqiqətləri yazan, mərdliyi ilə örnək olan Ramil bəy, doğum gününüz mübarək olsun. Bax belə dəyərli izləyicilərimiz. Gördünüz. Ramil bəy, bizim ürəyimiz, Allah səni var eləsin gözəl qardaş. Sən bizim üçün dəyərli bir qardaşsan. Kollektivimiz arasında gözəl nüfuza sahib olan bir şəxssən. Mən səni təbrik edirəm, bir daha kollektivimiz adından təbrik edirəm. Allah səni var eləsin. İnşallah özündən müvəyyət ol. Bir daha təbrik edirik. Allah dövlətimizi, millətimizi, xalqımızı hər zaman var eləsin. Bayrağımız həmişə zirvələrdə olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür, can sağlığı versin və bax belə. Allah əmanət olun, özünüzdən müğayət olun. Sağ olun.